Girirsiniz bura Milli Show. Burada yazırsınız. Milli. Bax Milli Show. Görürsünüz. Atvet. Bir dənə sizi izləyəcəm. Oba! Milli Show görün nə edib? Vüsalə xanımın verilişdə səsləndirdiyi fikri burada Operativ. absurdat edirik. Üzr istəyirəm. Hərdən Rusça sözlərə müraciət edəcəm. Çünki artıq 5 ildir Rusiyada yaşayıram. Zalımın Yəni onu danışır da. Səsləndirdik ki, o fikir yanlışdır. Hansı fikir? Deyir ki, evi olmayan o insanla ailə qurmayın. Mən də sual verirəm ki, tutaq ki 800 manat hələ iş tapsa, maaş alır da. Bax bu Milli Show'nun admini məsələn. İndi bu 25 yaşında evi necə alsın? Evlənmə vaxtda keçir də. Lap olsun 30 yaş. Bu necə eləsin də ay dostlar? Bəlkə yerini bilən var desin. Hə. Ona görə deyirəm xeyr. Pulu milyonu olub, axmaq olub da ona ərə getməkdənsə qoy pulu olmasın, kasıb olsun, mərd olsun, əxlaqı yerində olsun. Bəli, eləsinə ərə gedin. Avropada 10.000 avro maaş var. 80-90% bütün Avropa ölkələri hamısı kirayədə yaşayır. İmkanları da var ev almağa, almırlar. Çünki onlar həyatlarını yaşayırlar keyflə. Bugün burada, sabah orada. Hər şey evlə deyil, hər şey maşınla deyil. Xoşbəxtlik o deyil. Operativ. Bu xəbərə nə deyəsən? Bəh. Görürsünüz? Operativ xəbər. Hardadır Milli Show'da? İndi xahiş edirəm. 1100 nəfər. Mən də Instagramda takib aldım. TikTokda takib alacağım. Buradan çıxan kimi həmən Milli Show'ya abunə olursunuz. Xahiş edirəm mənim izləyicilərim. Məni izləyən Milli Show'unda izləsin. Dəqiq, qərəzsiz xəbərlər, operativ xəbərlər Milli Show'dadır. Özdə onları pulla ələ almaq olmur. Bugün bir doğan bir 500 manat versin ki, bunu belə yaz. Sabah düz doğan 300 versin. Yox, bu adamlarda belə şey yoxdur. Xəbər nədir? Etikaya uyğun, ailənizlə bir yerdə izləyə biləcəyiniz xəbər səhifəsi Milli Show'dur. Bunu mən deyirəm. Həm show xəbərləri, həm gündəlik məişət, sosial məsələləri Milli Show'dan öyrənin. Bunda mən birinci Afət TV, sonra gəlir Milli Show.